Dostlar selam, hər vaxtınız xeyir olsun. Yarın orta ayı 28-i. Əfşar qardaşım və Əfşar qardaşımın əmisi birlikdə gəlmişik Əfşarın ana yurduna. Əfşarın əmisindən öz dilindən, buranın xatirələrindən bir parça desin. Gedək Bağasar yavaş-yavaş. Bəli, biz burada böyümüşük, burada 7 Tehranda zində yerib. Buranın xatirələri yadımızdan çıxmaz. Hər il gələ bir 6-7 ay gələ burada zində yerib. Nəfəs çəkə burada, ana yurdunda, dədə mülkündə və dədə bağında. Yaşa, yaşa. Bağı bəradəranı, dad. Alvarsın üstündə bir namı Ağgözə. Bura bir nəfəs çəkin, nəfəsimiz buradadır, zindagimiz burada əslən. Dədə yadigardır bura bizə. Yaşa qayda, dur yaşa. Burada zindagi eləyək. İnşallah da bizdən sonra dostlar, qardaşlar, nəvələr, uşaqlar hamısı zindagi eləsin burada. İnşallah, inşallah. Buranın qədrini bilsinlər inşallah. Əfşar qardaş, səndən də təşəkkür edirəm bir daha. Qurban Bəhməncan, yaşayasan. Bura bizim ana yurdumuzdur. Mənim uşaqlıq xatirətim Kollar Savalandandır vaqiyyəti. Yəni hər mövqə mən bura gəldim, vaqəən eşq edirəm. Elə fəxr edirəm ki, rəhmətli babama, Həzi babama ki, buranı bizə yadigarı qoyublar. Düzü Təbrizli oluyam, amma yekişlərimiyan səy eləyəm ki, elə öz vətənim Ağgözədə, Savalanda burada ola biləm da. Onda eşq olsun həm Ərdəbilə, həm Təbrizə. Eşq olsun. Yəni canımız Təbriz deyir, ruhumuz Ərdəbil da. Əfşar, bir dənə də ifa ilə klarnetdən. Bəh, təbiyyətə bax. Yaşa qardaş, yaşa. Yaşa Əfşar, yaşa, eşq olsun. Eşq olsun, eşq olsun. Əfşarcının bağına bax. Əfşar bizim də belə bağımız olacaq inşallah. İnşallah, öz bağımız da Bəhmə.